Dünyanın hansı gücü olursa olsun, Allah Taala'nın gücünün qabağında acizdir. Hər şey bizim xeyrimizə idi, amma Allah Xümeyni ilə idi. Güc Allahdadır, qüvvət Allahdadır. Silahı var, o demək deyil, o güc qüvvət sahibidir. Xeyr. İndi Amerika qalıb iki şeyin arasında, qardaşlar. Ya müzakirə, ya müharibə. Bəs Hörmüz boğazı indi olub Amerikanın, Trump'ın Ağ Evindən boğazı. İran tutub onu belə. İndi Amerika neynəsin? Amerikanın iki tane yolu var. Trump yeni bir şey kəşf elədi. Neynir? Beynəlxalq sularda gəmi uğurlamaqla məşğuldur. Dünyada bu müharibədən sonra ən çox alınan kitabların arasında hansı kitablar olsa yaxşıdır? İranla bağlı yazılan kitablar. Trump'ın qabağında bir ölkə durursa maraqlıdır. Görəsən o ölkənin rəhbəri kimdir? Görəsən o ölkənin əqidəsi kimdir? Onlar hansı əqidə ilə bu gücə sahibdirlər? İndiyə qədər İranda 30 milyondan çox insan can fəda adında proqrama qoşulub. Nədir? Könüllülər. Yəni gedib imza atıblar, telefon nömrəsini, ünvanını qeyd ediblər ki, sabah müharibə olanda birinci məni çağır. Vur ki, yaxşı vurursan. Talışın sözü var. Bacan, çox bacan. Dünyanın hansı gücü olursa olsun, Allah Taala'nın gücünün qabağında acizdir. Bizim dinimizdə ən gözəl zikirlərdən biri, hər gündə yaxşı olar 70 dəfə, hər gün 70 dəfə onu savabdır deyəsən, la havlə və la quvvətə illa billahil aliyyil azim. Əli əzim, uca və əzəmətli olanı Allah Taala'dan başqa güc qüvvət sahibi yoxdur. Hətta alimlər buyurur ki, vəsvəsəni uzaqlaşdırmaqdan ötürü, şeytanı, nəfsi uzaqlaşdırmaqdan bu zikri çox tapşırıblar. Nə qədər kim güc qüvvət sahibi olsa da, hamısı Allahın qabağında aciz və zəlildir. Qur'an-ı Kərimin məntiqidir bu. Allah Teala Qur'an-ı Kərimdə Bəqərə surəsinin 165-ci ayəsində belə buyurur. Ennel quvvete lillahi cəmi'a. Bütün güc və qüvvət Allaha məxsusdur. Kimə məxsusdur? Allaha məxsusdur. Əgər kimdəsə bu gün güc varsa, bilsin, əgər ilahidirsə Allahdandır. Ola bilsin şeytan müvəqqəti ona biraz kömək eləyər. Amma həmin o gücün özündə Allah Teala istəsə alar. Necə? Məsələn Amerika. Gücdür, dünyanın ən böyük güc mərkəzi, hegemon, super güc falan. Nə oldu? Firon nə oldu? Nəmrud nə oldu? Böyük imperiyalar nə oldu? Allah Taala'nın gücünün qabağında. Ola bilər heç silahdan istifadə eləməsin. Allah Taala'nın silaha ehtiyacı yoxdur ki. Lillahi cunudus semavati vel ard. Bütün yer, göy nə varsa hamısı Allahın ordusudur. Külək Allahın ordusudur. Su Allahın ordusudur. Nuh peyğəmbərin düşmənlərini suda qərq elədi. Ağcaqanad Allahın ordusudur. Nəmrud İbrahim peyğəmbərdən tək qaldı. Dedi, mənim ordum var. Hanı sənin ordun? Allahdan əmr gəldi ki, yer təyin elə, Allahla döyüşə gəlməyir. Demir, Allah gəlsin mənlə müharibəyə. Nəmrud qoşunun götürdü, gəldi. Allah Teala bir dənə İbrahim peyğəmbəri göndərdi. Allahın bir dənə əskəri varmış ki. Yox, əskər yoldadır. Ağcaqanadlar gəldilər, orduya elə dalaşdılar. Onlardan biri getdi Nəmrudun qulağına. Kimin başına gəlib? Çox acıdır. Nə yata bilir, nə yeyə bilir, nə otura bilir. Əsəb, qəzəb, bütün həyatı dəyir bir-birinə. Allah Teala güc sahibidir. Amerika 40 ildən artıq hazırlaşmışdı ki, İrana hücum çəksin. Bəli. Özü etiraf edir Amerikan generalı, biz İrana hücum haqqında 40 il hazırlaşmışıq. Demək olar ki, hər neçə ildən bir də məşq eləyiblər, hərbi təlim keçirdiblər, maketləri qurublar ki, Tehranda, İsfahanda, Təbrizdə, hara necə o evə ki girməlidirlər, kimisə oğramalıdırlar, o hərbi hissəyə ki girməlidirlər, onun maketini də cızıb məşq eləyiblər. Amma gəldi müharibədə, atom bombasından başqa Amerikanın nəyi vardı tökdü ortaya. General deyir, nəyimiz vardı qoymuşuq ortaya. Hərbi təyyarələr, qırıcı təyyarələr, F-35, bahalı. Hamısı müharibədə döndü bir dəmir parçasına. Pul var, dollar var, silah var. Satqın müsəlman ərəblər də Amerika inandı. Uşaq qatili də ondandı. NATO, Avropa hamı əl-ələ verdilər, amma İranla bacarmadılar. Xülasə, Amerikanın bir prezidenti vardı. Şəhid rəhbərimiz deyirdi bu Trump'a, sən də onun kimi öləcəksən, İslam Respublikası yaşayacaq, torpaqda qurtlara yem olacaqsan, amma İran yaşayacaq. Adı Jimmy Carter idi. Yaşlılar bilirlər. Carter çox İran üçün çalışdı. Axırda nə dedi? Dedi, sözünə bax, hər şey bizim xeyrimizə idi, amma Allah Xümeyni ilə idi. Güc Allahdadır, qüvvət Allahdadır. Silahı var, o demək deyil, o güc qüvvət sahibidir. Xeyr.
İndi Trump bir yandan qələbə elan eləyir. Mən qalibəm. Soruşurlar, harda qələbə salımsan axı? Deyirdin, İranda rejimi dəyişəcəyəm. Rejim yerində qaldı. Bir yandan qələbə elan eləyir, bir yandan da İrana yalvarır, Hörmüz boğazını aç. Fransanın Le Point qəzeti nəşri görün nə yazır? Amerika İranda öz qurduğu tələyə düşdü. Tələ qurmuşdu İransın. Buradan danışığa aparacağam. Müzakirə elə bir anda gecə hücum çəkəcəyəm. Amma özü qurduğu tələyə düşdü. İranı hal-hazırda düşmənlərinin etirafına əsasən dünyanın bir güc mərkəzinə çevrilib. Çin, Rusiya, İran. Bunlar güc mərkəzləridir. Əvəzində isə Amerikanın super gücünə, hegemonluğuna sağollaşır. İran güc mərkəzinə çevrildi, Amerika super güc adını itirdi. Amerika İranda rejimi dəyişmək istəyirdi, özü dəyişdi. Sağ olsun. Onları təslim eləmək istəyirdi. Amma indi özü təslim oldu. Necə? Baxın, hücum çəkdi. Rejimi dəyişəcəyəm, bacarmadı. Təslim olmalısınız, alınmadı. İndi özü təslim olub, özü dəyişib. Yadıma bir lətifə düşdü, qoyduğum hissə. Özü dəyişdiyinə bağlı. Bir nəfər yalancı peyğəmbəri iddias eləmişdi. Cəmaət də yığışdı onun başına, dedi ki, mənə bax, sən peyğəmbərsənsə, peyğəmbərin gələn möcüzəsi olsun. Dedi, bəli, buyurun. Hansı möcüzəni istəyirsiniz? Dedilər ki, ən məşhur möcüzə ki var, bizim İslam peyğəmbəri əleyhissalamın var. Ağaca deyirdi ki, ağac, mən xurafat danışmıram ha. Xahiş edirəm, diqqətli olun. Ağac yerindən qop, yerindən qalx, gəl mənim yanıma. Ərəblər peyğəmbərə deyirlər, sən əgər peyğəmbərsənsə, sən getmə. Ağaca deyilən ağac gəlsin. Peyğəmbər də dedi ki, iman gətirərsiniz. Əhl-i sünnə və şiə qaynaqlarında bu gəlib. Xurafat danışmıram. Bundan böyük möcüzələr var Quranda, ayı bölmək və ilə axır. Peyğəmbər dua elədi, ağac gəldi peyğəmbərin yanına. İndi sən də dua elə, o ağac gəlsin yanına. Bu yalancı peyğəmbər biraz qaldı, biraz dua elədi, ayıldı, durdu, gördü, alınmadı, öz getdi ağacın yanına. Niyə belə? Yox, biz peyğəmbərlər gəlir təvazükar olaq. O gəlməsə də biz nə etməliyik? Getməliyik. Ay gəl Pakistana. Gəl Pakistana. Mən adam göndərirəm, axırda İran getmədi Pakistana. Sən təslim olmalısan. Eybi yoxdur, mən təslim olam. Rejim dəyişilmədi, mən dəyişilərəm. Amerika qəbullədi, özü də alçaqcasına öz adım batırdı. İndi politolog Mirşaymerin sözü ilə desək, tanınmış Yəhudi politolog maraqlı bir söz deyir ki, onsuz da Trump Amerika İranın dediyinə təslim olmalıdır və təslim də olub. Amma indi sual çıxır hansı şəraitlə? Təslimsən. Bu söhbət daha müzakirə olunmur. Amma şəraitin nədir? Necə təslim olursan? Trump daha dünyada ən çox məsxərə olunan bir rəhbərə çevrilib. O qədər məğlubiyyəti hiss olunub ki, indiyə qədər 6-dan çox rəsmi dövlət məmurları ya işdən çıxarılıb, ya istefa verib və 20-yə yaxın generalı da işdən qovulub, yaxud da istefa verib. Dünənləri axırıncı məlumat Amerikanın hərbi dəniz qüvvələrinin naziri John Belan vəzifəsindən nə oldu? Azad oldu, ya istefa verdi. Müzakirə aparmaq istəyirəm. İndi Amerika qalıb iki şeyin arasında, qardaşlar. Ya müzakirə, ya müharibə. Müharibəni apara bilmədi. İndi hazırlaşır, yığır, yeni ola bilər. İran da buna hazır olmalıdır. Ya müharibə, ya müzakirə. Müharibəni apara bilmədi. 40 günə yaxın müharibə bir şey əldə edə bilmədi. İran biraz da gücləndi. Müzakirə aparmaq istəyir. İndi də İran müzakirəyə gəlmir. Pakistana gəlmədi. Axırda Trump nə dedi? Pakistanın baş naziri Şərif, Şahbaz Şərif və o general Munir məndən xahiş elədilər. Mən onların xahişini yerə saldım. 15 gün vaxt vermişdim 2 həftəyə. Bitdi, tufan qopacaq. Özü söz demişdi, tufan qopacaq. Nə oldu tufan? Axırda güya Pakistanı eşitdi. Pakistanın sözünü nədir? Mən atəşkəsi elan edirəm. Həmin o yalancı peyğəmbər kimi. Ebi yoxdur. Siz getməsiniz Pakistana, mən bunu eləyərəm. Bəs Hörmüz boğazı. Hörmüz boğazı indi olub Amerikanın, Trump'ın ağ evindən boğazı. İran tutub onu belə. İndi Amerika neynəsin? Amerikanın 2 dənə yolu var. Ya mərd-mərdana getməlidir, Hörmüz boğazını azad eləməlidir, ya da oturub dünyada qalxan neftin qiymətləri birjada itirdiyi milyardlar, trilyonları izləməlidir. Neynəsə yaxşıdır? Trump yeni bir şey kəşf elədi. Üzr istəyirəm böylərdən. Uşaqlıqda cizgi filmlərində piratlara baxmısınız? Dəniz quldurlarına. Getdi. Hörmüz boğazı oradan oraya hücum çəkə bilmir. Dünyanın ən böyük hərbi donanması bundadır. Gedib qalıb qıraqda, beynəlxalq sularda hərbi oğrular, dəniz oğruları kimi, dəniz quldurları vardı, gözünü birini belə bağlayardılar. Onlar kimi Trump gözləyir, İranın bir dənə gəmisi gəlsə tez ona əl qoysun.
Baxın, bu böyük Allahın gücüdür ya, qardaşlar. Amerikanın hərbi təyyarə daşıyan gəmisi hərəkət eləyəndə o ölkə qorxurdu. Venezuela aqibətini gördünüz. Venezuela cırtdan ölkə deyildi, Afrika ölkəsi deyildi. Hərbisi var idi. Neynədilər? İndi dəniz quldurları kimi orada qalıb neynir? Beynəlxalq sularda gəmi uğramaqla məşğuldur. Hasına qədər Amerikanın nüfuzu gündən-günə aradan gedir. Baxın, siyasi bir nəşr var, Politico adındadır, məşhurdur. Siyasətçilər onu izləyirlər. Politico nəşri deyir ki, Amerikanın departamentinin gizli hesablarına əsasən, Xarici İşlər Nazirliyinin departamentinə gizli hesablarına əsasən İranda müharibə Amerikanın nüfuzuna ciddi zərbə vurub. İndi daha Amerika ciddi qəbul olunmur. Çin, Rusiya ki heç. Hətta o balaca ölkələr deyəcək, bu Amerika bir şey deyil. Buna bir şapalaq vurmaq olar. Müsəlmanlar ona nifrət edir. Dünyanın ən alçaq, ən nifrət olunan ölkəsi Amerika ilə uşaq qatilidir. Adını çəkmirəm, çünki adını çəkəndə silirlər. Bilirsiniz, Fələstində körpələri qətliam eləyən. Fransızlar, Almanlar, İngilislər arasında aparılan sorğu nəticəsində hamısı Amerikanı və Trumpı diktator bilir. İş o yerə çatıb ki, Trump, əlhəmdülillah, Allah Teala bizim düşmənlərimizi axmaqlardan qərar verib, eşitmisiniz? İndi müsəlman dünyasını təhqir eləyirdi. İndi keçib Papaya. Papa ilə nə işin var sənin? Papa nə deyib? Bizi kimi üzr istəyirəm deyib ki, Trump sən... Yox. Papa Amerikanın xətrinə deyim. Papa bir dənə açıqlama verib ki, atamız İsa əleyhissalam, indi onlar belə deyirlər də, mən onun sözünü deyirəm, üzr istəyirəm. Atamız müharibəni, şiddəti, dava dalaşı sevmir. Yəni sadə tweet yazıb. Amerikanın özünü İran kimi deməyib, mərc bər Amerika, Amerikaya ölüm olsun deməyib. Papa bir dənə bir söz deyib, onun o açıqlamasından hiss olunub ki, bu Trump'ın apardığı müharibəni xoşlamır. Trump neynəsə yaxşıdır? Papadan əlavə üzr istəyirəm, məcburam deməyə. Məni dinləyən biləm xristiyan qardaşlar var, onlardan da üzr istəyirəm. İsa peyğəmbəri belə təhqir elədi. Bəli. Bizim əqidəmiz budur. Kim namaz qılan da olsa İsa peyğəmbəri təhqir eləsə, tövbə eləməsə, ən ağır onun hökmü bizim peyğəmbərdən əlavə. Bütün peyğəmbərlər təhqir edən müsəlman deyil. Necə ki, onun o biri yoldaşı uşaq qatili də yadınızdadır, bir neçə həftə bundan qabaq İsa peyğəmbəri təhqirləmişdi. Bunlar xristiyanlığın adına bu işi görürlər. Xristiyan dünyası ayıq olsun. Odur qardaşlar, bizim əqidəmiz budur bu günləri. Əgər İsa peyğəmbər olsaydı, Musa peyğəmbər olsaydı, bu uşaq qatilinə Amerikadan düşmən olardı. İran bugün tarixin haqq cəbhəsindədir. Nəyə əsasən? Çünki İranın düşmənləri ən rəzil, ən alçaq, ən şərəfsiz insanlar İranla düşmənçilidir. Görmüsünüz də? Əgər bu günləri İsa peyğəmbər əleyhissalam, Musa əleyhissalam aramızda olsaydı, onlar sizi and verəm Allaha, Trump'ın yanında olardılar, İranın yanında olardılar. Bizim tanıdığımız Həzrəti İsa, Həzrəti Musa, Allahın salam olsun, ikisinə də onlar İranın yanında olardı. Trump'ın yanında olmazdı ki, Üzdən Iraqın yanında. Yaxud da ki, bizim ağamız, Mövlamız, İmam Zaman ağa əgər zuhur etsəydi bu günləri, möminlər, müsəlmanlar, o zuhur eləyən, ədaləti bərqərar eləyən imam kimin qabağında durardı? Kimə qarşı mübarizə aparardı? Əlbəttə ki, Amerikaya qarşı. İndi söhbətimin sonunda burada İran cəmaatı ilə də bağlı bir maraqlı nöqtəyə toxunum sizə. Çünki söhbətimiz İmam Zaman ağanın zuhuru ilə bağlı gəldi. Qardaşlar, dünyada bu müharibədən sonra ən çox alınan kitabların arasında hansı kitablar olsa yaxşıdır? İranla bağlı yazılan kitablar. Bu 40 günə yaxın müharibə bitəndən sonra dünyada axtarış sistemində, Çində və başqa yerdə ən çox axtarılan mövzu İran haqqında məlumatdır. Və İran haqqında yazılan kitablardır. Niyə? Cəmaət gördü ki, Amerika kimi bir imperiyanın, uşaq qatilinin, qatı cinayətkar, Trump'ın qabağında bir ölkə durursa maraqlıdır. Görəsən o ölkənin rəhbəri kimdir? Görəsən o ölkənin əqidəsi kimdir? Onlar hansı əqidə ilə bu gücə sahibdirlər? Dünyada beyin mərkəzləri, araşdırmaçılar araşdırırlar ki, bu necə ölkədir? Adətən ölkəyə hücum çəkəndə, xalq qırılır, ölkə məğlub olanda rəhbəri ya qaçır, düzdür, ya təslim olur, ya da başqa ölkəyə siyasi sığınacaq alır, ailəsi ilə bir yerdə. Düzdür? Burada isə ölkə rəhbəri elə birinci o özü öldürülür, bunkerə getmir, gizlənmir. Axırıncı çıxışında xalqa deyir ki, mənim Amerikaya cavabım İmam Hüseynin Yeziddə olan cavabıdır. Mənim kimisi, Yezid kimisinə beyət etməz.
Heç olmasa bunkerə get. Bunkerə getmir. Bu nə əqidədir? Rəhbər birinci öldürülür. Generallar birinci öldürülür. Xalq 50 gündür küçədə yatır. Soyuq, sovuğun, yağış, xalq küçədən əl çəkmir. İndiyə qədər İranda 30 milyondan çox insan can fəda adında proqrama qoşulub. Nədir? Könüllülər. Yəni gedib imza atıblar, telefon nömrəsini, ünvanını qeyd ediblər ki, sabah müharibə olanda birinci məni çağır. 30 milyon insan ad yazdırıb. Bu nə əqidədir? İranlılar necə dözürlər buna? Trump deyirdi, filan körpünü vuracağam. Camaat nə elədi? Axşam baxdınızda gedib körpünün üstündə qalır. Ay qardaş. Körpünün üstündə insan həddi yaradırlar ki, körpünü vuracaqsan, biz də burada duracağıq. Bu ölümə getməkdir. Bu xalqın əqidəsi nədir? Camaata maraqlıdır. İnsanlara maraqlıdır. Alimlərə maraqlıdır. İranın hörməti artır. Gündən-günə İranlılar dünyada sevilən bir xalq olur. Necə? Braziliyada İrana dəstək üçün köynək buraxılıb. Köynəyin üstünə yazılır. Baxın, bir İranlı kimi mübarizə apar. Mübarizə aparırsansa bir İranlı kimi mübarizə apar. Musiqi yazırlar, trend olur, bütün dünyaya yayılır. Vur, yaxşı vur. Vur ki, yaxşı vurursan. Talışın sözü var. Bacan, çox bacan. Bu nədir? Bu nə əqidədir? Bu nə əqidədir ki, bunlar dünyada insanlara bir nümunə olmağa çevrilirlər. İndi araşdırırlar, araşdırmalarda gələn nəticəni mən sizə deyirəm. Çox maraqlı nəticələrə gəlib çıxırlar. 1. Deyirlər, İran xalq olaraq, dövlət olaraq qədim dövlətçilik və sivilizasiyaya məxsus bir ölkədir. Həqiqət, danmayaq. Amma bu tam deyil. 2. İran xalqı müsəlmandır. Müsəlmanlar ölümə getməyə, digər dinlərə nisbətdə daha ürəklidirlər. Lukashenko'nun sözü ilə desək, bu müharibə bizə iki şey başa saldı. Bir, Amerika heç də dediyimiz Amerika deyildi, güclü deyildi. 2, budur ki, müsəlmanlar arasında canını vermək istəyənlər var, mənim əksimi olaraq. 3. İran xalqının özündə bu dözümə ən başlıca olan səbəb onlarda müsəlmanlıqdan əlavə bir əqidə var. O da nədir? Əhl-i Beyti sevib, Şiə, Həzrət Əli, Kərbala. Çünki araşdırması var. Mənim də özümə burada Rusiyada bir nəfər sual verdi. Xristiyan idi. Dedi ki, bu İran da müsəlman. Bu müsəlmanlıq necə olur axı? Bu İranın Amerikaya kömək eləyənlər onlar da müsəlmandır da. Küveyt də müsəlmandır. Ərəbistan da müsəlmandır. Məkkə, Mədinə Ərəbistandadır. Yox, müsəlman olmaq da şərt deyil. Müsəlman ola bilərsən, üzr istəyirəm, Trumpın öz dilinə sağmal inək olarsan, gedib onu öpərsən. Amma müsəlman olmaqdan əlavə bir şey lazımdır. Nədir o? Araşdırıblar deyirlər ki, İranın dözməsinin ən başlıca səbəblərindən biri də onların 12 imam Şiə Əhl-i Beyt əqidəsinə məxsus olmasıdır. Digərlərinə qardaş bilir ha. Fələstinə ən böyük kömək ilə İran edir. Amma bu 12 imam əqidəsi onları bağlayır nəyə? Rəhbər Zülfüqar qılıncının sahibi Həzrət Əlidir. Allahın aslanıdır. Həmişə deyib, son ölüm yatağında olanda dedi ki, sizə vəsiyyətim budur. Məzluma arxa olun, zalimin qabağında durun. Onların İmam Hüseyni var, Kərbalası var. Onlar körpə uşağında Əli Əsgərini oxlamağa qoyur, Yezdin qabağında diz çökmür. Onların zuhuru var, 12-ci imamı var. Gözləyirlər onun gəlişi ilə yer üzərində axirət zamanda Allahın icazəsi ilə qüdrətli, əzəmətli, ədalətli bir hakimiyyət quracaq. Ukraynada müharibə başlayandan nə qədər insan tərk edib oranı, xəbəriniz var? 10 milyondan çox insan ölkəni tərk edib. Amma İranlıları gördünüz, qayıdırdılar. Şəhadət üçün qayıdırdılar. Onlar imam zaman gözləyirlər. Dəlil sübut nədir? Mən sizə Trumpın müşaviri, 2 dəfə seçkidə ona müşavir olan, köməklə, Ağ Evdə də bir müddət ona müşavir olan Steve Bannon-dən danışıram. Gedin araşdırın. Bu Steve Bannon normal adam deyil ha, tərifləmirəm ha. Bu özü, üzr istəyirəm hamıdan, Epstein dostlarındandır. O da o adaya gedənlərdəndir. Amma özü psixologiya ilə məşğuldur. Psixoloji döyüşün ən əsas ixtisaslarındandır. İslama qarşı çox radikal fikirləri var. Xristianlığı bəhanə eləyib müsəlman dünyasına həmişə qatı fikirlə tanınıb. Trumpın da müşaviri olub. İndi yox, indi müşaviri deyil. Görün nə deyir? Deyir ki, İrana yüngül yanaşmayın. Yoxsa böyük səhv eləmiş olarsınız. Onlar amansız rəqibdilər. Onlar istəyir bir tufan qaldırsınlar. Və bilirlər ki, sonda onlar qalib olacaqlar. Unutmayın, İranlılar bir, şahmat ixtira ediblər. Şahmat ixtira ediblər. Onlar siyasət meydanını yaxşı bilirlər. 2, onların digər müsəlmanlardan fərqi budur ki, onlar 12 imama inanırlar. 12-cisi gəlib axirət zamanda onlara hökumət quracaq. Steve Bannon'un etirafıdır ya. Sonda da bir Əhl-i Sünnə qardaşımızın sözündən söhbətimi bitirəm. Əlcəzairdə Əhl-i Sünnə qardaşımız var. Yahya Əbu Zəkəriyyə. Görün nə deyir? Deyir ki, hamısı müsəlmandır. Amma İranda olan İslamın digər İslamdan fərqi budur.
Onun sözünü deyirəm ha. Onlar öz İslamını, dinini Əməvilərdən alıblar, Yeziddən alıblar. Amma onlar ki bugün Amerikaya mübarizə aparır, uşaq qatla müharibə aparır, onlar isə öz əqidəsini Peyğəmbərin Əhl-i Beytindən alıblar. Niyə təslimli deyir? Niyə ərəb ölkələrində təslim olub rəhbərləri, xalqı yox? Çünki onların dini Ələvi deyil, Əməvidir. Yezidin nəsli Əməvidir. Ona görə onlar ki öz dinini, İslamın adını qoyublar Yezid, Muaviyə, onlar təslim olurlar Amerikaya. Amma onlar ki Ələvi dinin yolunu gedirlər, Həzrət Əlinin Kərbala yolunu gedirlər, onlar təslim olmurlar. Bu çox mühüm məsələdir. Allahın verən Peyğəmbəri onun pak Əhl-i Beytinə. Allahın verir Kərbala şəhidlərinə, Qur'an-ı Kərimin ümmətinə, Pərverdigara. Bu axirət zaman ağır fitnələrində, müharibələrində haqqı qalib elə. Amin. Tezliklə müsəlmanlara düşmənlərin zəlil olmağını, rüsvay olmağını, məğlub olmağını göstər. Amin. Ağamız Mövlamız İmam Zaman ağanın zuhurunu təcil elə. Amin. Ağamızın zuhurunun yer üzərində ədaləti bərqərar elə. Amin. Pərverdigara ağamızın gəlişi ilə müşkillərimizi həll elə. Amin. İmam Zaman ağanın zuhurunda bizləri də ağamıza köməkçi elə. Amin. Yəni biz də bir tərəf qalmayaq qardaşlar, seyirci, tamaşaçı qalmayaq. Əla vurdu, İran vurdu. Sual sən neynədin, mən neynədim? Çalışaq İmam Zaman ağanın zuhuru üçün zəmini hazırlamağı Allahdan istəyək. İlahi Pərverdigara sən bizə İmam Zaman ağanın gəlişinə maddi, mənəvi, malımızla, canımızla kömək etməyi bizlərə nəsib elə. Amin.